değerli dostlar, oyundan evvel yine sizlerle beraber görüyoruz. Bu günlere oyundan evvelden neler izleyeceğiz, neler olacak. Şimdi birlikte bakalım. Sabahın indeksizmi var burada. Sabahın eğitimisi gösterirler. Ama AKF'nin futbolsunu topu tutur. Kapıda Staspok Kartilov 80 hakimli dakika 3 Stefan Solvet 5 Rahman Raştemirov ve Ettiyev. Bir dakika AKF'nin çözümü var. Puhaç. Tuman Rahman Levonic Ivan Lepinitsa Ilmir ve Lukasimic olan Alexei Saevidimir Jean. Neydi o? Joelensa Mikas. 99 pardon. Mbina 39 neydi? Aldı topu sabahın eksumu var. Pası gönderdi Mbina. Ve Lukasimic. Açılma. Şaska Hasan İsaev. Korner. Korner. Tünçten zerbe gelir. Tünçten zerbe gelir. Sabahın ifasında indi. Bu arada Kaynat 1-0. Pıs yani reklama tutuyorum. Kaynat bu arada 1-0 zor. Təəssüflər olsun. Evet, Bolğarlar artıq ilk 250 xalını aktivinə atmağa çox yaxında. Mateusz Puhaç. Şimdi sen zərbəni yenə getirəcək. Gəldi, uzun ötürmə. Ara pası keçmədi. Hakim Zedaka arkaya oynuyor. Orada da gösterdiler. Tamerlan Anarbekov. Allah Simic. Alexei Isaev. Alexei Rahman'la oynuyor. Sana çevirdi. Hakim istikametine. Sedatka. Önünde Arnstat var. Hakim Sedatka önünde perspektif görmedi. Rahman'la oynuyor. Ötürme Solvet'e. Lepinitsa. Hücum gelir Kıltsen'den. Sabahın Neksümeleri Mikes. Mikes aldı bu Mikes. Bakır. Mikes ötürde. Ara pası verdi. Vurmak lazımıydı. Bu şansı necə qaçıra bilərsən Mbina. Şansı necə qaçıra bilərsən Mbina. Orada ayağın sürücüb yıxılmaqlıq. Hayır, zaten çok tutsa burada ben bunu buradan çıxardım. Ürəyim sıxıldı mən belə saxlamaqdan. 32 yaxşıdır. Normaldir, normal. Evet, Mbina. 69. Evet, Karat artıq həmin ki UEFA Avropa Liqasında yolunu davam edəcək. Konferans Liqasında isə bizi birazdan Apollon Bran, CSKA Sofia, Panathinaikos gözləyir ki, haydi Panathinaikos deyək. Və haydi Bran deyək. Evet, İberyalılar nə də inşallah İberyalıların qələbəsini görərik. Evet. Ya sabahlı məksusu mu var? Bəli, burada Sarıvega var. Hücumlarını sen saxlayırsan. Andersen Sarıvega'dan alır. Əvvəl Karstensen'in de Andersen. 2 tane markalı yarı müdafiəçi və müdafiəçinin Sarıvega'sı var. Andersen de sarı aldı. 32 dəqiqə 2 dənə sarıya Ivan Lipinitsa və Hakim Zedaka ilk yaxşıdır. Çətin özünə göstərilər. İlkə bir dənə sabah qol vuraq. Ki yolumuzda nə davam edəcək. Çempionlar Liqasında, Avropa Liqasında düşməyi istəmərəm. Çünki Benfica ilə oynayacaq. Deyək ki, Həyatçı baxmayaraq ki, sabahdan qat-qat güclü olsa da Həyatçı 6-1 udumaq.
dəhşət bir məsələdir. Her şeyi görürdü. Bak. Nədir göstərmənə bunu sarmayım? Bu epizoddan rəqib futbolçuya qarşı. Hangi göstər? Sol tarafa çevirdiler. 6-14. Hakim Zedatka. Hakim Zedatkan'ın ile out var. Ağzına açık yerini yetirecek Zedatka. Zedatkan'ın ile out. Kaydan top. Hakim Zedatka. İşte oynamıştı ise. İndi burada Stas Pokatilov topu tutur. Timotej Şpukaç. Ötürme. Timotej Pokaç. Timotejus. Polşalı. Başta heyətdə 2 dənə atıb zaman. Dördüncü dəqiqədə çıxır. Bu arada zaten mən sabah AGF-ni danışıram sizə. Hələlik gəlin buna baxaq. Gözümüz burada olsun. Bəlkə bir Kayrətdən gol görəcəyik. Bəlkə bir dənə Kayrətdən gol görəcəyik. Qazaxıstandan da bir dənə gol görəcəyik. Oyun yine de beraber. Yine de oyun. Aslında burada bir cərimə zərbəsi olmalıdır. Dəyərli hakim. Alıp da oyunu bilmedi. Təəssüf. Anderson. Jens Jonsson. Orada Repinitsa ile Jakob Anderson'ın mübarizəsində. İsrail'e bozuntusu qeydə alınır. Hayır, niye de bir şey olsun. Niye de bir Qazaxıstan adına bugün bu hafta 125 yol yazdım ya. Ölkə xallarını biz yenidən təqdim edəcəyik sizlərə bu arada. Bu hafta qırğın yəni klublar. Burada verəcək şu an. Evet, de Qazaxıstan. Niyə də 125 almasın? 12.500 sual. Topolla bir xal alarsa çok güzel olacaq. Məsəl üçün 150 xal falan, 125 olar. Pis olmaz. Formatları vurmaq lazımdır. Formatlar çox şeydir. Hücuma gedir. Haydi İvan Epinitsa ile su var. Burada qayda pozuntusu var hakim. Hakim çağırır. Orhus'un futbolçuluğu yana. Orhus AGF'nin futbolçuluğu. AGF. Kevin Jakob, Giftlings, Nicole Paulson, Jakob Anderson. Jakob Anderson sizlərlə görünürsə. Bu nə oldu? Heyətlə yoxdur, ölüb. Mırtdaşırlar inan ki. Hadi. Mocur kimdir ki bunu? Nugora. Bolgara o var. Nugora nədir? Alt sabahın. Tabii sabahtan bir dənə gol görək. Onu. Hadi aldık topu. Aldık topu. Ara pası geçmedi ki geçmedi. Oyda. Oldu ne şut vurasan. Oldu ne? Vallahi şey fast. Oldu ne şut atıp ben kaldırım biraz yukarı çok oldu. Oldu ne sen şut vurasan. Oy. O sabah PSG Aston Villa oynuyorlar. Orada ola bilməyəcək. Sabah ancaq saat 20'də olacaq PSG. 20'dən 22'ye qədər. Mən lazım deyil. Çünki bu şey. Bu nədir? PSG Aston Villa. Lazım deyil o mənə. İkisi maraqım yoxdur. Saat 20'dən ilə 22'ye qədər bitti olacaq. Rapid payda. Ənə lazım bir dəqiqə. Kota Paysın qələbəsi. Everton Newcastle. Evet.
37 dəqiqə burada 45 saniye tamamlanıb artıq. 38 dəqiqə. Merkeze meyillendi. Gift Links devam ediyor. İmkan verməyək. Karşılamak lazımdı. Links 3 nəfərin arasından 4 nəfərin arasından keçdi o topu və top qapının yanına keçdi. Gift Links Avrusun hücumunu başa vurur. Və Nalanevski Sofya 5 dənə qırmızı. Sert bir mübarize. Necə Mustafa Sangare oynamır ki? Devam ettirmeye ibarede karar vermişti. Mustafa Sangare. Peş peş peş. Bırakmadı. Peş peş peş. Alexey sayımutlu mübarizeni. Simic. Velka Simic. Ağzı götürdü Bakhtar'ı. Ara. Keçmir. İmdi Hakim Sedat. Bir dakika. Hakim Sedat kapısı. Headen stop. Ohohoho! Bu ne kurtarışıydı böyle kapısından gelir. Çok. Altından çıkarttı. Headen stop. Huhuhu! Çok. Burada kaydan top. Sedat Kan'ı gördü. Onun zerresine el attı. Headen stop. İmkan vermedi. Sedat Kan. Uzak mesafeden zerresi Hakim Sedat Kan'ın. Hedefe düşebilmedi. Bu epizodda sabahın Cezayirli futbolcusu hesaba çok yakın idi bir kadar önce. Yine de rakip kapçıma açarsa fikir verin. Üstünün altına göndermişti ancak. Klasıyla bildiğim tadına çattı ordusu. Evet son 5 dakika. Solvet. Bu arada televizor Sofosko'dan qabaqladı. Təzədə 40 dəqiqə tamamlanıb. Burada da hələ 39 dəqiqə. 8 arada harası 28 saniye var. Orada 40 dəqiqə 1 saniye. İleri gelir. Jakob Anderson'da bu. Sağda Carstensen. Önünde Pukaç ve Top kapmaya almak geçti.